Dubayda yalnız yerli əhalinin bildiyi gizli bir bazar olduğunu bilirdinizmi? Bu bazar pula qənaət etmək istəyən, lakin yenə də yüksək keyfiyyətli təzə məhsullar əldə etmək istəyənlər üçündür. Bu bazarı bu yaxınlarda kəşf etmişəm. Hətta yerli ərəblərin alış-verişə, bazarlığa getdikləri yerdir. Bura sadəcə bir bazar deyil, əsl şərq ölkələrinə səyahət kimidir. İstədiyiniz hər şeyi heyrətamiz dərəcədə ucuz qiymətə ala biləcəksiniz. Kilosu cəmi 4 dirhəmə xiyar, 5 dirhəmə pomidor, 10 dirhəmə bir qutu alma və ya 15 dirhəmə bir çanta kartof. Və bu hamısı deyil. Burada qoz fındıq, quru meyvələr, ədviyyatlar və adi mağazalarda çətin tapılan başqa məhsulları da buradan tapa bilər. Bu yarmarkanı çox sevəcəksiniz. Çünki çox təmiz və səliqəlidir. Meyvələrin necə yeni gəldiyini görürsünüz və bu atmosfer sadəcə unikaldır. İnsanlar mehribandır, satışçılar həmişə kömək etməyə hazırdırlar. Mənim kimi egzotik meyvələrdən alıb elə yerindəcə yeyə bilərsiniz. Bazarın uzaq bir yerdə olduğunu düşünürsünüzsə, xeyr, bu belə deyil. Bazarın adı Waterfront Marketdir və Dubayın çox savrimenli yerində, Dubay adalarının yaxınlığında yerləşir. Videonu save et və dost tanışına, qohum əqrabana göndərməyi də unutma. Təşəkkürlər.